onların mədəni həyatına bəlkə də bizim Azərbaycanın, hətta bizim paytaxtımızın da cəmaatı həsəd apara bilərdi. Klubumuz var idi, bizim klubda hər həftənin şənbə, bazar günləri nəsə maraqlı müsamerələr keçirilərdi. Bizim parkımızda rəqs gecələri keçirilərdi və biz o rəqslərə gedərdik və həsədlə tamaşa edərdik ki, oğlanlar, qızlar necə gözəl rəqsi öz açıq meydançada və simfonik orkestrimiz var idi, Vayenna Qaradokun simfonik orkestri. O orkestr çalardı və gənclər heç kəsə sataşmadan, heç kəsə pis nəzərlə baxmadan, gənclər sərbəstcə rəqs eləyərdi və çox gözəl təəssüratla o rəqslərdən qayıdardı. Bizim parkımız var, dünyanın çox yerlərini gəzmişəm və o gözəllikdə parkı bəlkə də mən görməmişəm. Təbii park, bəli. Əvvəllər burada meşə olub Qusarın ərazisində, o meşədən bir yadigardır. Və o park nə ilə bizim üçün xarakterik idi? Hər axşam, xüsusilə yay aylarında, orada gözəl musiqi sədaları bütün Qusara yayılardı və o musiqi gəncləri cəlb edərdi. Orada viktorinalar keçirərdik biz. Qusarın qışı xüsusi qış olardı. Yəni Kirşədə, Kankidə, nə bilim nədə sürüşmək heç kəs üçün belə təəccüblü olmazdı. Nəinki cavanlar, bizim valideynlərimiz hətta gecələr çıxıb Kirşə ilə sürüşəndə biz buna təəccüblənməzdik. O vaxt mənəviyyat daha təmiz idi, o vaxt insanlar daha ulu hisslərlə yaşayırdılar və mən şəxsən özüm o vaxtı böyük həsrətlə xatırlayıram. Fikirləşirəm ki, biz doğrudan xoşbəxt gənclər olmuşuq. Biz ancaq öz xırda qayğılarımızla yaşamırdıq. Məktəb bizi daha çox cəzb edirdi. Məktəbdə biz elə qarnavallar keçirərdik ki, o vaxtın kostyumlarını yadıma salıram. Təəccüblənirəm ki, biz necə vaxt tapırdıq. Hər kostyum bir xüsusi istedadla, bir xüsusi həvəslə yaradıldı. Və onda o jürinin sədri qalıqdı ki, və bunlardan kimə mən birinci yeri verim, kimə ikinci. Ondan başqa biz öz müəllimlərimizə o qədər heyran idik. Bizim müəllimlərimiz öz həyatlarını bizə bəxş edirdilər və bizə elə ziya bağışlayırdılar bu həmin müəllimlərimiz. Az qala ürəklərini də çıxarıb bizə vermək istəyirdilər. Və o müəllimlər bizə təmizlik, paklıq, gələcəyə ümid və belə duyğular aşılıyırdı. Amma indi o dövr bizdən elə bir ki, çəkilib gedir. Dövrün çətinlikləri, o təmiz hissləri elə bir yavaş-yavaş geriyə atır. Biz daha çox dövksüz, eybəcər hissləri aşılayan filmlərin qarşısında çox vaxt keçiririk. Biz daha çox geyimə meyil edirik, o daxili zənginliyə o qədər yox. Bizim üçün o uca hisslər elə bil ki, get-gedə uzaqlaşır. Bunda bizim cəmiyyətimizin özünün günahı var.